Anama yığdım, dedim ki, bəs vəziyyət çox pisdir, səndən danışmalıyam da, gəl bizə. Mama dedi, nə olub? Dedim, mən ayrılmaq istəyirəm də, belə bunun axırı yoxdur da, belə ailə olmayacaq. Mən belə bir vəziyyətdə uşaq dünyaya gətirmək istəmirəm. Onlar da mənim üstümə çox gəlirdi ki, bəs uşaq. Mama mənə telefonda dedi ki, özü seçmisən, özün istəmisən, evləndirmişik. İndi elə də dözüb oturacaqsan. Mən başladım ağlamağa ki, yox da səndən danışmalıyam da, bilmədiyin şeylər var. Mama bir dənə telefonda dedi ki, necə evlənmisənsə elə də döz otur. Ad boy verdi. Mən hər şeyi mənə verilən toyda, belə də ümumiyyətlə, hər şeyi evdə qoydum. Evin açarı da hansı ki mənim ailəm vermişdi. 2 dənə futbolka, 2 dənə şalvar götürdüm. Nömrəmi qırdım, atdım. Mamaya bir dənə mesaj yazdım ki, mən getdim, mənə bağışla. Və çıxdım, evdən qaçdım. Həm rəfiqələrim var idi, qızlar şəhərdə qalırdılar, kirayədə. Getdi, onlarla danışdım ki, bəs belədir də vəziyyət. Dedilər ki, gəl bizim yanımıza. Mən getdim onların yanına. Nömrəmi də qırmışam, atmışam. Nə anam, nə yoldaşım bilmir mən hardayam. Mən yoxa çıxdım. Sonra getdim Asan xidmətə, ərizə yazdım. Ərizə də 1 ay ərzində, 1 ay sonra getməlisən ki, imzalayasan, təsdiqlənsin boşanma ərizəsi. Getdim, başladım qızlarla qalmağa. Bunlar mənə çox axtardılar şəhərdə, orada, burada tapa bilmədilər. Fikirləşirdim ki, mən bundan sonra bir də ailəm olmayacaq, mən bundan sonra bir də xoşbəxt ola bilməyəcəm. Mən təzədən başladım istifadəyə. Mən paduqalarından başladıq təzədən lirika. Həftədə bir dəfə, həftədə 2 dəfə, sonra oldu 3 gündən bir. Belə, yəni mən istifadəyə yeni davam elədim. 2 ay keçmişdi üstündən. Mənim nömrəmə zəng gəldi bölmədən, mama məni axtarışa veribdi. Biz mənə çağırdılar bölməyə ki, anavı sizi axtarır, bilmir hardası, necə başınıza nə gəlib. 2 ay ərzində də mən mama ilə bir dəfə də əlaqə saxlamadım da, nömrəm də dəyişmişdi. Mən getdim, ərizə yazdım, imzaladım, mamaya yığdım ki, bəs mən yaxşıyam, narahat olma, vəziyyət belədir. Mama biləndən sonra ki, bəs mən buna görə ayrılmışam, belə hadisələr baş veribdi, mənə yazdığı gəldi. Ondan sonra başladı mənə köməklik eləməyə. Məndən, yəni mən məcbur eləmirdi evə qayıt. Sadəcə mənə deyir ki, nəyə ehtiyacım olsa, başıma nə gəlsə, bir dənə mesaj yaz, bir dənə zəng vur, mən sən köməklik eləyim. Ayrılandan 5-6 ay sonra Fatih ilə tanış oldum. Hansı ki, birlikdə yaşadığım qızlar istifadədə idi. Biz lirika tapa bilməmişdik həmin günü. Qız mənə təklif elədi ki, hal-hazırda əlimdə pakı var, istəyirsənsə bundan verə bilərəm, bu çıxarsa səni vəziyyətdə. Mən də razılaşdım, çünki başqa variantım yox idi, o var idi həmin moment evdə.